Mən Vüsal Kəlbəcəri bu günlərin Bərdə şəhərində nələr baş verir? Hansı hadisə baş verir və Bərdə rayonu ərazisində hansı nə işlər baş verir? Sizlərə daha doğru, dürüst məlumat verəcəm. Bəli, Bərdə rayonu polis şöbəsi bizim əməkdaşlara, bizim insanlara, bizim vətəndaşlara necə davranır? Hər kəs yaxın əyləşsin və mən məlumat veririm. Necə yanaşacaq? Əlbəttə ki, mən tənqidçi jurnalist Vüsal Kəlbəcəri, bilirsiniz ki, Respublikada bəlkə də biz daha çox mən tənqidlər çəkirəm. Amma Bərdə rayonunda, Bərdə şəhərində mən çoxlu sayda birinci şəhid anaları, qazilərdən sorğular apardım. Əlbəttə ki, ölkəmizdə birinci şəhidləri hörmət edən hər bir rəhbər şəxs, hər bir Azərbaycanlı mənim gözümün işığı, ürəyimin tacıdır. Onlardan biri də Ənvər Həsənovdur. Bərdə rayon polis şöbəsinin rəisi Ənvər Həsənov. Dərin təşəkkürümü bildirəm və minnətdarlığımı bildirəm. Ona görə ki, minnətdarlığımı bildirəm ki, birinci növbədə qazilərimizə, şəhid ailələrinə, şəhidin analarına və hətta o məzarlara hörmət edən mənim ürəyimin tacıdır. Azərbaycanın başının tacıdır və ona görə dərin təşəkkürümü bildirəm. O cümlədən də narkomaniyanın, narkotikin, o cümlədən də şəhərdə hansı haqsızlıqların və o cümlədən oğurluqların qarşısı alınmasının səbəbkarı Ənvər Həsənova dərin təşəkkürümü bildirəm. Mən Vüsal Kəlbəcəri, tənqidçi jurnalist, bax, Elşad müəllim, Elşad Hacıyev, Cəsarət müəllim və Vilayət Eyvazov. Mən müsbətlər də çəkirəm, tənqidlər də çəkirəm, müsbətlər də çəkirəm. Mən Daxili İşlər Nazirinin mətbuat xidmətinə, o cümlədən rəhbərinə, o cümlədən də birbaşa Ənvər Həsənova da öz adımdan dərin təşəkkür bildirəm. Bəli, həqiqətən də belə polis rəisləri görəndə mən və bizlər çox rahat oluruq. Ona görə ki, birinci növdə qanunları qoruyanlar, polislər, polis əməkdaşlarıdır. Əlbəttə ki, onların rəhbəri də gözəl işləyəndə bizlərə ləzzət edir. Əlbəttə ki, mənim növbəti çəkilişlərim dünən iki çəkilişimdə Rasim Hüseyevlə bağlı oldu. Allah rəhmət eləsin, General Mayor Rasim Hüseyevlə bağlı. Təsəvvürə gətirin ki, demək olar ki, 1 milyon, 2 milyona qədər baxışlar oldu və bizə, mənə dayanmadan zəng edib təşəkkür bildirirlər ki, Gəncədən, başqa yerlərdən ki, müəllim, təşəkkür edir ki, belə insanları yad edirsiniz. Amma biz təkcə rəhmətə gedənləri deyil, hal-hazırda vəzifədə işləyənlərin də vəzifədə olanda qədərlərini bilmək lazımdır. Onlara təşəkkür bildirmək lazımdır. Ona görə bizim arzumuz odur ki, inşallah, Ənvər müəllim, siz də general mayor, general leytenant, general polkovnik alasınız, inşallah və sizlər haqqında növbət çəkilişlər edəyək, uğur və nailiyyətləriniz. Hətta mən bunu demək istəyirəm ki, əziz izləyicilərimiz, mən onun haqqında, Ənvər müəllim haqqında araşdırmalar aparmaq istədim. Təsəvvürə gətirin ki, sel hadisəsi olur rayonda, su basması olur, uçqun hadisəsi olur. Qardaş, buna aidiyyəti yoxdur axı. Bu fövqəladə olmalıdır. Və yaxud da ki, tikinti idarəsi olmalıdır, icra hakimiyyəti işçiləri. Amma bütün tədbirlərdə, bütün hadisələrdə Ənvər müəllim oradadır. Bu da o deməkdir ki, vətəni sevir, cəmaatını sevir, xalqını sevir. Dərin təşəkkürümü bildirəm. Mən Vüsal Kəlbəcəri öz adımdan sağ ol deyirəm. Təşəkkürlər, minnətdarım. Eşq olsun bizim polis şöbəsinin rəislərinə və başda nazirə və nazir müavinlərinə. Təşəkkür edirəm, minnətdarım.